elə gün olmur ki, oralar yadıma düşməsin. Doğulduğun yerdə necə əlaqən kəsilsin, necə getməyəsən o yerlərə. Amma elə gün olmur ki, mənim xəyalımdan keçməsin. Oranın iyi gəlir burnuma. Mənim ulu babam da Uluxanıda anadan olub. O vaxtlar 1800-cü ildə fəaliyyət göstərib. Elə bil indiki zamanla danışanda o rəhbərliyin adı icra hakimiyyəti olub. İcra hakimiyyəti işləyib. Çox xeyirxah bir insan olub və kasıblara həmişə əl tutan olub. 1988-ci ilə qədər qalan Bazar məscidini həmin Hacı Şirməmməd Nağıyev, yəni mənim ulu babam tikdirib. 1887-ci ildə isə Hacı Şirməmməd Nağıyev öz evində bir sinifdən ibarət olan məktəb açıb. İlk məktəb. Orada 11 nəfər şagird olub. Və həmin vaxtı Cəlil Məmmədquluzadə yaxınlaşır Hacı Şirməmməd Nağıyevə. Hacı Şirməmməd icazə verir və o orada dərs deməyə başlayır. 2 il Cəlil Məmmədquluzadə orada dərs deyib. Sonra 1918-ci ildə həmin məktəb başqa yerlə köçürülüb və 2 illik məktəb biraz müasirləşmiş məktəb olub. Ora İrəvandan Məmməd bəy gəlib idarə eləyibdi. Məmməd bəy gələndən sonra məktəb müasirləşdi, biraz da böyüdü. Sonra zaman keçdikcə məktəb böyüdü, böyük bir məktəb əmələ gəldi. Onun 1988-ci ilə qədər qalmış binası hələ də qalırdı. Biz qaçqın düşənə qədər, deportasiya olunana qədər qalırdı o bina. 2 binası var idi. Çünki şagirdlərin sayı çox olurdu. Kənd yerlərindən, başqa kəndlərdən də 7 illik, 8 illik məktəblərdən ora axın var idi. Orada gəlib oxuyurdular. Məktəb sığışmırdı uşaqlara. Ona görə ikinci bir məktəbi də, binanı da tikdilər və məktəb çox gözəl, müasir şəkildə fəaliyyət göstərməyə başlamışdı. Ta ki 1988-ci ilə qədər. Həmin məktəblərdə məktəbin direktorları, bir neçə direktorlar dəyişilib, amma uzun müddətli direktorlar işləmişlər. Əsəd Məmmədov, sonra Zərifə Babayeva, sonra İsmail İsmailov, Sənam Qədməliyev, bunlar uzun müddətli direktor işləyiblər, məktəbin müdürlüyündə işləyiblər. Bizim müəllimlərin adını çəkib qutarmaq mümkün deyil. Müəllim ordusu var idi orada, savadlı müəllim ordusu var idi. İstər qadın müəllimlər olsun, istər kişi müəllimlər olsun. Bir orduydu, çox idi, sayı həddindən artıq çox idi. Savadlı müəllimlərimiz həddindən artıq çox idi. Sinif müəllimləri də var idi. Mənim sinif müəllimim olub Bəşirov Qadir. O qədər gözəl təəssüratla mən oradan ayrılmışam ki, 4-cü sinifdə. Hələ də yaddaşımdan silinmir o. O müəllimin qayğısı, bizə göstərdiyi, necə deyim, nəvazişi, çox gözəl müəllimlərimiz olub bizim. Başqa rus dili müəllimimiz çox gözəl olub, Maya müəllimə. Maya müəllimi sevməyən insan olmayıbdı. Bütün məktəb elə olurdu ki, 8 mart münasibəti ilə təbrik eləmək istəyirdik. Hamı bir-birinə rəqabət aparırdı. İstəyirdi, yaxşı bir şeylər alsın, Maya müəllimi sevindirsin. O dərəcədə sevirdik onu. Sərvət müəllimi çox sevmişik. Mənim adım Şirməmmədov Nəcəfi çox sevilibdi. Sonra Sənam müəllim çox sevilirdi. Ümumiyyətlə, müəllimlərimizin hamısı çox sevilirdi. Çünki həm savadlı idilər, həm şagirdlərə qarşı qayğıkeş idilər. Çalışırdılar hər bir şeyi uşaqlara başa salsınlar. Uşaq elə dərsdə mənimsəyirdi. O 45 dəqiqənin
nəzdində uşaq artıq dərsi hazır bilirdi. Evə gedəndə heç oxumasa da olardı. O dərəcədə keyfiyyətli dərslər keçirilirdi. Hüseyn müəllim kimyanı elə başa salırdı, elə dərsin içində başa düşürdük. Evə gedəndə heç oxumaq lazım olmurdu. Əksəriyyət müəllimlər Uranı qutarıblar. Bizim Uluxanlı məktəbini qutarıblar. Onlar o Uluxanlıya o qədər bağlı olublar ki, o məktəbi o qədər seviblər ki, içi mən daxil. Biz də hamımız institutu oxuduq, qutardıq. Məsəl üçün, mən getdim Şəmkirdə yaşadım. Orada müəllimlik eləmişəm 18 il. Amma mənlə qutaran sinif yoldaşlarım ki, müəllimliyi qutarmışdı, hamısı bizim məktəbdə dərs deməyə başladılar. Bizdə o qədər güclü müəllimlər var idi. Ordu idi. Müəllim bir nəfər, 2 nəfər, 5 nəfər deyildi. O bir ordu elə bil fəaliyyət göstərirdi şagirdlərə. Mən elə orada çıxan şagirdləri də ordu adlandırıram. Niyə? Onlar hamısı ali təhsilli olublar. Əksəriyyəti ali təhsilli olub. Topçubaşov, Mustafa bəy Topçubaşov, akademik, Teymur Əhmədov, akademik. Sonra Sabir Nağıyev, Maksud Qasımov, Budak Budaqov. Bunlardan məsələn Maksud Qasımovu götürək. O tibb üzrə idi, həkimlik üzrə idi. O qədər gözəl həkim idi, o qədər savadlı həkim idi. Şöhrəti hər yerə yayılmışdı. Respublika Klinik Xəstəxananın baş həkimi idi, direktoru idi. Onlarla, onun adı gələndə biz fəxr eləyirdik ki, belə bir gözəl həkimimiz var bizim Uluxanlı tərəfindən. Həkim yox, alim. Sonra Sabir Nağıyevin kimya üzrə direktor işləyib, zavod direktoru işləyib. Onun haqqında, onun rəftarı, onun təəssüfkeşliyi haqqında hamı bir-birinə xəbər verir ki, bizim Uluxanlıdan çıxan şəxsiyyətlərə baxın, necə gözəl şəxsiyyətlərimiz olub bizim. Sonra Budak Budaqovu hamı tanıyır, alim Budak Budaqov. Hamının hörmətini qazanmışdı, bütün Azərbaycanın hörmətini qazanmışdı. Topçubaşovu hamı tanıyırdı. O həkim idi, güclü həkim idi, savadlı, çox gözəl, akademik həkim idi. Çox gözəl insan idi həm də eyni zamanda. Məsələn, qızıl medalla qutarmış şagirdlər var idi, bizim məktəbi qutarmış, məndən qabaq. Onlardan Sevil Məmmədovanı deyə bilərəm, çox gözəl həkim olubdu. MVD-in balnisasında, xəstəxanasında, MVD xəstəxanasında hal-hazıra qədər işləyirdi, indi təqaüdə çıxıbdı. Sonra Xəlil doktor var, özünə hörmət qazanıbdı. Sonra müəllimlər də hamısı. Mənlə qutaran İradə xanım var idi, Məmmədova, Vüsülət xanım var idi. Çox saymaqla onların adı qutarmaz ki, mən deyirəm də orduydu o. Bizdə təkcə o kimyadır, biologiyadır, humanitar elmlər, dəqiq elmlərdən başqa, həm musiqiyə çox güclü uşaqlarda meyl var idi. Musiqini çox gözəl bilirdik. Sinifdə oxuyurduq və yaxud da başqa bir kəndlərəmi, İrəvanın özünəmi, qastrol'a gedirdik, rəqs eləyirdik, mahnılar oxuyurduq. Sonra idman yarışları keçirilirdi, idmanda iştirak eləyirdik. Bizdə çox müasir, çox, necə deyim, əsl məktəbə layiq şagirdlər olubdu. O yarışlarda hamı iştirak eləyirdi. Sonra olimpiyadaya da gedənlər olurdu, yer tutanlar olurdu. Çünki maraq çox idi. Mən elə gün olmuş ki, oralar yadıma düşməsin. Mən çox təsirlənirəm, pis oluram ki, necə deyim, doğulduğun yerdə necə əlaqən kəsilsin, necə getməyəsən o yerlərə. O, mən biraz həssas nöqtədir mənim üçün. Pis oluram. Amma elə gün olmur ki, mənim xəyalımdan keçməsin. O
oranın iyi gəlir burnuma. Əlbəttə mən istəyirəm qayıda ora.